Salam, mən Günel Məhərrəm qızı. Nurli Sənət Evinin yaradıcısıyam. 2017-ci ildən Abadçıyam. Abada qoşulan ilk sənətkarlardanam. Mənim əsas məqsədim xalqımızın tarixi abidələrini, xalçalarını xarici ölkələrdə tanıtmaqdır. Bu işdə isə mənim ən böyük dəstəkçim Abaddır. Abadın sayəsində mənim gedə bilmədiyim ölkələrə əl işlərim gedir və bu mənim üçün çox böyük bir fəxrdir. Torpaqla işləmək mənim üçün sadəcə bir sənət deyil. Daxilimdə bir bağ, ruhumla bir danışıqdır. Əl işi mənim üçün hissin formaya çevrilməsidir. Hər bir iz, çat, toxunuş içimdən gələn hekayənin bir parçasıdır. Bu sənət evini qurarkən istədim ki, işlərin təkcə dekorativ yox, həm də duyğusal dəyər daşısın. Hər bir qab, boş qab, vaza, bunların hər birinin bir hekayəsi var. Son zamanlarda isə bu yol daha da gözəlləşib. Çünki artıq bu yolda iki qızımla birlikdəyim. Onların marağı, əlləri ilə yaratdıkları işlər mənim üçün həm ümid, həm də ilhamdır. Birlikdə gil yoğurur, soba qarşısında gözləyib, uğurlu alınanda bir yerdə sevinirik. Bu təkcə sənət yox, bir ailə hekayəsidir. Abadın dəstəyi ilə bu sənəti daha çox insana çatdırmaq, görünmək və böyütmək fürsəti qazandıq. Bu həm maddi dayanıqdır, həm də sənətimə inamın bir göstəricisidir. Bu yolda biz tək deyilik. Bu his çox dəyərlidir. Ailə olaraq bizim ən böyük məqsədimiz Azərbaycanın milli dəyərlərini beynəlxalq səviyyədə tanıtmaqdır. Bu işdə bizim ən böyük dəstəkçimiz Abaddır.